Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessir li emri ve hlul ukdem min lisani yefkahu kavli. Allahumma allimna ma yanfa'una ve enfa'na bima allamtana ve zidna ilma ve ba'd. Əziz qardaşlar, Şeyx Abdülaziz Sədhan Hafizahullahın elm tələb eləmək yolunda nişanələr kitabının tədrisinə davam edirik. Və biz keçən dərsimizdə elm tələbəsi və həsəd məsələsindən danışdıq və həsədin, yəni paxıllığın əlamətləri və onun müalicə yollarından danışdı şeyx. Və bundan sonraki növbəti dərsdə şeyx sələflərin bir-birinə necə ehtiram etməsi və həsədi necə tərk etmələri barədə misallar zikr edəcək. Və şeyx deyir ki, zikr edəcəyimiz misallar bizə xəbər verir ki, onlar necə ki, bir-birlərinə qarşı gözəl davranırdılar və şəriətə müxalif olan yarışmadan necə uzaq idilər və bir-birinə qarşı kin-küdurətdən qəlblərini necə qoruyurdular. Və bunlardan ən birinci misal, birinci səhabələrdən başlayır, sonra isə keçmiş alimlərə qayıdır, sonra isə müasir alimlərə qədər misallar çəkir. Və birinci misal Ömər radiyallahu anh'ın bir misal gətirir. Necə ki, bu barədə İbn Qasim Müdəvvənədə İmam Malikdən rəvayət edir. Bir kişi bir gün Abu Bakr radiyallahu anh'ın xilafəti zamanında bir yuxu görür. Bir kişi yuxu görür ki, qiyamət qopub, insanlar da həşr olunur. Və deyir ki, o zaman deyir, mən deyir, elə bir ki, baxdım, gördüm ki, Ömər ibn Xattab, həmin kişi yuxusunda görür ki, Ömər ibn Xattab radiyallahu anhu insanlardan fəzilət və mənzilər baxımından, şərə baxımından daha yüksəkdədir. Deyir, öz yuxumda dedi ki, Ömər ibn Xattab hansı əməlinə görə, nə ilə insanlardan daha üstün oldu və mənə deyildi ki, xilafətlə və şəhid olması ilə, xəlifəlik müddəti və şəhid olması ilə. Və eyni zamanda Ömər heç zaman insanlara, yəni ki, Allah üçün insanların qınağından qorxmur. İnsanlar nə deyər deyə, bu söhbət onda yoxdur. Yəni, qınaqdan qorxmur. Allah üçün heç zaman qınaq edənin qınağından qorxmur. Və sabah olduğu zaman həmin kişi gəlir, görür ki, Əbu Bakr radiyallahu anh oturub, müsəlmanların xəlifəsi, yanında da Ömər radiyallahu anh oturur. Və deyir ki, mən bu gecə yuxu görmüşəm, sizə yuxumu danışmaq istəyirəm. Deyirlər, danış və yuxusunu danışanda, qutaran kimi Ömər radiyallahu anh onu deyir, sus deyir. Və qalx deyir, məclisdən get deyir. Və Ömər radiyallahu anh onu məclisdən qovur, deyir, çünki sənin gördüyün o yuxusunu qarışdıranın boş yuxusundan başqa bir şey deyil. Ömər radiyallahu anh onu məclisdən qovur. Və aradan bir müddət keçəndən sonra Abu Bakr radiyallahu anh vəfat eləyir. Ömər radiyallahu anhu xəlifə təyin olunur. Xəlifə təyin olandan sonra Ömər radiyallahu anhu həmin kişinin yanına adam göndərir, onu çağıtdırır. Çağıtdırır, deyir ki, ey filan kəs, o gördüyün yuxunu mənə təzdən danış. Deyəndə kişi təəccüblənir, deyir ki, ey əmrəl-müminin, sən deyir, məni rədd eləmədinmi? Məni qovmadınmı? Necə, yəni o yuxuya görə məni qovmadınmı? Necə mənə təkrar o yuxunu danışmağa əmr edirsən? Ömər radiyallahu anh deyir ki, bəs sən Əbu Bəkirin olduğu bir məclisdə, onun oturduğu məclisdə mənim fəzilətimi zikr eləməkdən utanmadınmı? Baxın, subhanallah, sələfin halı buydu. Əbu Bəkirin huzurunda Ömərin fəziləti zikr olunur, Ömər radiyallahu anh onu qəbul eləmir. Ki, mənim fəzilətim Əbu Bəkirin huzurunda niyə zikr elədin? Həmin adama deyir, sənin gördüyün boş yuxudur deyib, qovur məclisdən. Ki, yəni Əbu Bakr radiyallahu anh bəli şək yoxdur ki, fəzilət baxımından ümmətin Rasulundan sonra ən fəzilətlisi idi. Ömər radiyallahu anhu onu istəmir ki, o adam onun Əbu Bakrın huzurunda Ömərin fəziləti barədə hətta yuxu olsa belə onu danışsın. O yüzden deyir ki, bəs sən həya etmədinmi, utanmadınmı ki, Əbu Bəkirin huzurunda sən mənim fəzilətimi zikr edirsən.
Bu da onların ixlasının, onların sidqinin dərəcəsinə dəlalət edir və onlar, yəni hətta o yuxu onun önündə danışsaydı, onun fəziləti zikr olunsaydı, burada heç bir günah yox idi. Ömərə heç bir günah yox idi. Lakin bu Ömər radiyallahu anh eyni zamanda təvazökarlığına bir dəlildir. Və ikinci şeyxin gətirdiyi ikinci misal, qardaşlar, yenə də Ömər radiyallahu anhudandır ki, Ömər radiyallahu anhu baxmayaraq fəzilət baxımından, mənzilə baxımından, yəni bu ümmətin Peyğəmbərindən sallallahu aleyhi ve sellem və Əbu Bakr radiyallahu anhudan sonra ümmətin üçüncü, ən üstünü insanı sayılır. Əhl-i sünnənin etiqadına görə sahabələrin içində ən üstünü Əbu Bakrdır, sonra Ömər, sonra Osman, sonra Əli. Və buna baxmayaraq, məsələn, Ömər radiyallahu anh xəlifə olan zaman deyir, həmişə deyir, məsələn, elmi bir suallar, fətva məsələlər olanda Əli radiyallahu anhudan soruşardı. Əli radiyallahu anh istifsar edərdi, ondan fətva soruşardı. Və bu da onlar arasında olan mehribançılığa dəlalət edir, onlar arasında olan yaxınlığa dəlalət edir və eyni zamanda Ömər radiyallahu anhunun təvazökarlığına dəlalət edir. Ondan Əlidən fəzilətdə üstün olmasına rəğmən elmi məsələlərdə Əli radiyallahu anhuya müraciət edərdi. Və ona işgal, qaranlıq qalan məsələləri Əli radiyallahu anhudan soruşardı. Hətta İbn Qeym Ruh kitabında zikr edir ki, Ömərin Əlidən soruşduğu məsələləri ayrıca kitabında zikr etmişdir. Yəni bu nədir? Buradan misal nədir? Ömər radiyallahu anhu özündən razılıq etmirdi. Demir ki, mən xəlifəyəm, ondan daha üstünəm, niyə görə Əlidən soruşmalıyam? Belə bir şey yox idi onların arasında. Üçüncü misal, şeyx yenə də üçüncü misalı Ömər radiyallahu anhudan gətirir. Deyir, Ömər radiyallahu anhu onun elm məclisləri var idi. Yəni sahabələri toplayardı elm məclislərinə. O məclislərdə böyük sahabələri cəm edərdi, amma onların içərisində bir nəfər istisna olardı ki, böyük sahabələrdən deyildi, lakin Ömər radiyallahu anh onu dəvət edirdi. O da Abdullah ibn Abbas radiyallahu anh idi. Tərcümanul Quran, Quranın təfsirçisi, ki Rasulullah sallallahu aleyhi ve sellemin dua etdiyi əmsi oğlu İbn Abbas idi ki, Rasulullah sallallahu aleyhi ve sellem dua etmiş ki, Allahım ona təfsiri öyrət deyə dua etmişdi. Ömər radiyallahu anhu məclislərində onu da oturturardı. Hətta bir gün atası Abbas radiyallahu anhu oğluna deyir, ey oğlum, görürəm ki, Ömər səni özünə yaxın tutur. Öz məclislərinə yaxın tutur. 3 şeyi məndən əzbərlə. Heç zaman onun sirrini yayma. Onun yanında çox gülmə. Bir də onun yanında kiminsə qeybətini etmə. Buradan şahid olan yeri nədir? Şahid olan yeri odur ki, baxmayaraq ki, Ömər radiyallahu anhu müsəlmanların xəlifəsi idi, hansı fəzilət sahibi idi, amma cavan bir oğlanı öz məclislərində dəvət edirdi. Hətta bəzi məsələləri ondan soruşurdu. Hətta bir dəfə olur, bu məsələ bəzi səhabələrin xoşuna getmir. Deyir, yəni burada böyüklərin olduğu bir məclisdir. Bizim də gənc övladlarımız var, amma məclislərə dəvət olunmurlar. Amma sən Abdullah ibn Abbası özəlliklə bu məclislərə dəvət edirsən. Ömər radiyallahu anhuya bu şəkildə sual formasında bir etiraz olur. Və Ömər radiyallahu anhu deyir, tamam. Növbəti məclisdə bir dənə sual soruşur hamıdan. Deyir ki, Allah azze ve celle Quran-ı Kerimdə buyurur ki, İzə cə Nasrullahi vəl-fəth və rəəytən nəsə yədxuluna fi dininə əffəcə fəsəbbih bihamdə rabbikə və istəğfirhu innəhu kənə təvvəbə. Nasr surasını oxuyur. Allahın yardımı və fəth gəldiyi zaman və rəəytən nəsə yədxuluna, insanları dəstə-dəstə Allahın dininə daxil olan görərsən. Fəsəbbih bihamdə rabbikə. Rəbbinin həm sana ilə təsbih et və istəğfirhu, ondan bağışlama dilə. İnnehu kana tevvab. O günahları, tövbələri qəbul edəndir. Deyir, bu surədən nə başa düşürsünüz? Kim bu surəni necə başa düşür? Sahabələr hərə biri deyir ki, bu Məkkənin fəthinə dəlil idi. Bəzilər deyir ki, bu yəni insanların artıq dəstə-dəstə İslam'a daxil olması, İslamın yayılması və hərə öz fikrini söyləyir. Və ən sonda hamının fikrini soruşduqdan sonra üzünü İbn Abbas'a tutur. Ömər radiyallahu anh deyir, ey cavan, sənin bu ayə barədə təfsirin nədir? İbn Abbas radiyallahu anh deyir ki, bu ayə Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfatına dəlil idi. Allah azza və cəllə
bu surəni nazil etmə surə onun vəfatına dəlildir. Çünki Allah Azza və Cəllə bu surə ilə xəbər verdi ki, artıq sənin vəfatın yaxınlaşıb. Çünki deyir Allah hər əməlin sonunda bizə istiğfar etməyi əmr edir. Necə ki, namazdan sonra nə deyirik? İstəğfurullah, istəğfurullah, istəğfurullah. Əməl bitdikdən sonra. Yəni, ey Rəsulum, sənin artıq dəvətin bitdi, Allahdan bağışlanma dilə. Yəni, artıq ölümün yaxınlaşıb. Ömər radiyallahu anh deyir, bəli deyir, mən də sənin rəyindəyəm. Və bu şəkildə İbn Abbasın hansı elmə sahib olduğunu o böyük sahabələrə göstərmiş olur. Yəni, şahid olan yeri burada nədir? Ömər radiyallahu anhın təvazükarlığı idi. Demir ki, bu dünənki uşaqdır, cavan uşaqdır. Çünki İbn Abbas radiyallahu anh Peyğəmbər sallallahu əleyhi və səlləm vəfat eləyəndə 14-15 yaşlarında olur təxminən. Yəni, Ömər radiyallahu anh xilafəti dövründə yaşı 20 civarında olur. Çünki 2 ildə ondan sonra Əbu Bəkirin xilafətidirsə 17, 18, 20 yaşlarında olur. Ömər radiyallahu anh xilafəti dövründə. Yəni 17 yaşında Ömər radiyallahu anh xəlifə olanda İbn Abbasın haradasa 17 yaşı olur. Ömər radiyallahu anh vəfat eləyəndə də təxminən onun 27 yaşı olur. Yəni, belə bir gənci öz məclisində oturub ondan elm soruşması onun təvazükarlığına dəlildir. Və dördüncü misal şeyxin gətirdiyi, dördüncü misal Səad və Xalid radiyallahu anhuma arasında olan məsələdir. Necə ki, İbn Əbüddünya Samt kitabında gətirir bu barədə, Susmaq kitabında. Və deyir ki, Səad ibn Vaqqas radiyallahu anh ilə Xalid ibn Vəlid radiyallahu anh arasında bəzi ixtilaflar olur. İki sahabə arasında, Şamda olurlar ikisi də. Aralarında bəzi ixtilaf olur iki sahabənin. Və bir kişi bundan istifadə edir və Səad ibn Vaqqasın yanına gəlir və başlayır Xalid radiyallahu anh'ı pisləməyə. Bunu görəndə Səad radiyallahu anh deyir, sus deyir. Sus deyir. Danışdığını tərk elə, çünki mənimlə onun arasında olan bizim dinimizə çatmayıb. Yəni, bu şəxsi məsələlərdir, dinimizi aşan məsələlər deyil. Yəni, sənin haqqın yoxdur ki, mənim onunla aramda olan söhbətə görə gəlib onun qeybətini mənə edib onu pisləyəsən. Və bu da onların baxmayaraq, məsələn, bugünkü kimi bir dənə xoşa gəlməyən adam gəlib başlayıb qeybətini edirsən, xoşuma gəlir. Amma onlar buna izin vermirdilər. Bu da onların həsəddən, paxıllıqdan nə qədər uzaq olmasına dəlillərdəndir. Beşinci misal şeyxin gətirdiyi misal Yunus Sadafi rahiməhullahdandır. İmam Şafinin zamanında yaşamış böyük alimlərdəndir. Yunus As-Sadafi deyir, mən İmam Şafi ilə bir dəfə bir məsələ barədə elmi, münazara, elmi diskusiya apardıq. Və aramızda ixtilaf oldu. Və hətta söhbətimiz uzandı və biz bu şəkildə ayrıldıq, deyir. Aramızda ixtilaf olduğu şəkildə biz ayrıldıq. Və bir müddət sonra, deyir, onunla, deyir, rastlaşdım, deyir. İmam Şafi ilə rastlaşdım və İmam Şafi, deyir, mənim əlimdən tutdu və nə dedi ki, ey Yunus, bizim bir məsələdə ixtilaf etməyimiz bizim qardaş olmağımıza mane mi olur? Bizim bir məsələdə ixtilaf etməyimiz bizim qardaş olmağımıza mane olur. Subhanallah, bu kimi misallar sələfin həyatından qardaşlar çoxdur. Çox təəssüf olsun ki, bugünkü günü bəzi insanlar baxırsan ki, səninlə çox cüzi bir məsələdə ixtilaf edirlər. Əqidən eyni, mənhəcin eyni. Lakin, niyə sən filankəs barədə filan sözü demirsən? Bir dənə bu sözə görə o məsələdə xəta ilə bilərəm. Ən uzağı, pis, ən belə deyək, pis variantda deyək ki, mən xəta etmişəm o məsələdə. Buna görə sən məndən salamı kəs, düşmənçiliyi elan elə. Budur mu İslam qardaşlığı? Sonra deyir ki, mən sələfin yolundayam. Hanı sələfin yolu? Sələfin yolu budur, qardaş. Sələfin yolu budur. İxtilaf edirlər. Aralarında ixtilaf olur. Lakin görəndə görüşür, deyir ki, bizim aramızda olan ixtilaf məyər bizim qardaşlığımıza mane mi olur? Baxın, qardaşlar, sələfin yolu budur. Onlar bu şəkildə davranırlar. Və Yunus Sadafi rahimehullah deyir ki, mən deyir, Şafidən ağıllı insan görmədim, deyir. Onun kimi ikinci bir ağıllı insan görmədim. Altıncı misal şeyxin gətirdiyi altıncı misal İmam Əhməd rahimehullah haqqındadır. İmam Əhmədin mənziləsi, dərəcəsi hər kəsə bəllidir. Əhməd ibn Həmbəl.
Əhl-i sünnənin imamı elmdə, fəzilətdə, dində hansı mənzilədir, onu hər kəs bilir. Bununla belə o İmam Şafini həmişə yüksək tutardı. Və istər təklikdə olsun, istər insanların önündə olsun, İmam Şafidən elmi məsələləri soruşmaqdan həya etməzdi. Baxmayaraq ki, fikri görüşlərdə tamam fərqli görüş sahibləri idilər. İmam Əhmədin öz məzhəbi var, hansı ki, bugünkü gün Həmbəli məzhəbi, İmam Şafinin Şafi məzhəbi, fikri olaraq fərqli görüşlərdir. Lakin İmam Əhməd görəndə İmam Şafidən məsələlər soruşur. İnsanların önündə olsa belə. Hədis elmində baxmayaraq İmam Əhməd İmam Şafidən çox irəli idi. Hətta İmam Şafinin özü də deyirdi ki, siz hədis elmini bizdən daha yaxşı bilirsiniz. Bizə bilmədiyimiz hədisləri bizə xəbər verin ki, biz oradan dəlillərdən istinbat çıxardaq. İmam Şafi də İmam Əhmədi bu şəkildə təqdir edirdi. Amma İmam Əhməd deyir ki, yəni onun fəzilətini, onun dərəcəsini hər kəsə həmişə bəyan edirdi. Və bir gün ona çatır ki, bəzi insanlar, onun məclisində olan bəzi insanlar İmam Şafinin haqqında aşağılayıcı sözlər deyirlər. Onun dərəcəsini aşağılamaq istəyirlər. Və bunu eşidəndə İmam Əhməd buna bu qapını bağlamaq üçün və deyir ki, ətrafında olanlar, bilin ki, Allah sizə rəhm eləsin. Ənə rəculə min əhlil ilm. Elm əhlin olan bir kişinə, əgər Allah Azə və Cəllə elmlə ucaldarsa, elm nəsib edərsə və onun yoldaşlarını, onun taytuşlarına, onun kimi olanlar, digərlərini o elmdən məhrum edərsə, o insanlar ona həsəd edərlər və onda olmayan şeylərlə onu ittiham edərlər. Və bu elm əhlində olan necə də pis bir xislətdir. Yəni, baxırsan, Allah Azə və Cəllə bir insana bir neyməti nəsib edir, hansı ki, o insanlara nəsib olmayan bir neymətdir. 100-də, 1000-də bir insana nəsib olan bir neymətdir. Elmdə Allah Azə və Cəllə kimisə hansı bir mənziliyə qaldırır. Elmdə şərəfləndirir, daha çox elm nəsib edir. Elmdə ondan aşağıda olanlar, o mənzilə çatmayanlar başlayırlar nə etməyə? Dil uzatmağa, onun haqqında, onun elmini aşağılamağa, ona belə lağla adlar qoşmağa. O günümüzdə də var. Günümüzdə də var. Baxırsan ki, bəziləri, yəni elmdə həqiqətən çox zəifdir, elmi səviyyəsi, keçdiyi dərslərdən, verdiyi mühazirələrdən bəllidir. Oxuduğu universitetdə, yəni oxuyubsa əgər, elmi səviyyəsi bərbaddır və yaxud heç universitet qapısı açmayıb, ömrünün yarısını elmə vermiş insanlara adlar qoşur, dil uzadır. Niyə? Bu həqiqətən İmam Əhməd dediyi kimi, bu bəzi insanlarda olan ən pis xislətlərdən sayılır. Sonra şeyxin gətirdiyi 7-ci misal yenə də İmam Əhməddəndir. Və deyir ki, bir gün alimlərdən biri, Əhl-i Sünnə imamlarından, alimlərindən biri İmam Əhmədi ziyarət edir. İmam Əhməd idi, alimlər onun ziyarətinə gəlirdi və bir məclisdə otururlar, İmam Əhməddən bəzi məsələləri soruşub öz aralarında elmi müzakirələr aparan vaxtı bu zaman baxır ki, həmin onların oturduğu yerin yanından İmam Şafi qatırın üzərində İmam Şafi gedir. Qatırın üzərində gedir. Bunu görəndə İmam Əhməd qonağını həmən orada buraxır və başlayır İmam Şafinin dalından qaçmağa. Dalından qaçır, ona yetişir və İmam Şafi qatırı üzərində gedə-gedə və başlayır İmam Əhməd İmam Şafiyə suallar verməyə. Suallar verir, sonra öyrənindən sonra yeri qonağının yanına qayıdır. Bunu görəndə həmin alim İmam Əhməd deyir ki, ey Əbu Abdullah, bu əməlvi tərk elədir. Nə vaxta qədər deyir, ey Əbu Abdullah, nə vaxta qədər sən belə edəcəksən? Yəni, nə vaxta qədər İmam Şafinin dalına gedəcəksən? Deyəndə İmam Şafi, elə bir ki, bir növ İmam Şafinin mənziləsini aşağılamaq istəyir. Yəni, sən ondan daha elmlisən, daha üstün olduğun halda xeyr ola sən onun dalınca gedirsən kimi bir ifadə işlətmək istəyir. Və İmam Əhməd rahimehullah bir gözəl cavab verir ona. Deyir ki, İzə araddəl fiqhə fəlzəm zənəbəl bəğlə. Əgər deyir, fiqh öyrənmək istəyirsənsə, qatırın quyruğundan yapış. Yəni, Şafinin qatırının quyruğundan yapış. Fiqh öyrənmək istəyirsənsə, qatırın quyruğundan yapış. Yəni, İmam Şafinin elmindən əldə elə.
Və baxın, subhanallah, İmam Əhməd hansı elmə, hansı mənziliyə malik olmasına, sahib olmasına rəğmən onun təvazökarlığına baxın, kibirdən uzaq olmasına baxın, həsəddən uzaq olmasına baxın. Və demir ki, o başqa məzhəbdir, o artıq yeni bir məzhəb, onun öz ətbaları var, mənim öz davamçılarım var. Ayın, amma buna görə düşmənçilik eləsin, ədavət eləsin, subhanallah. Baxın, bunların mənziləsinə baxın və bugünkü günü özünü onlara nisbət edənlərin yoluna baxın. Onlar, həqiqi sələflər hardadır? Bugünkü günü özünə sələf deyən və sələfin yolundan uzaq olan insanlar hardadır? Və sonra şeyxin gətirdiyi misallardan 8-incisi Əl-Farra rahiməhullahdır. Sələmə rahiməhullah deyir ki, mən deyir Fərradan deyir təəccüb edirəm deyir. O deyir Kisəini necə təzim edirdi. Baxmayaraq ki, o ondan elmdə də yaşda böyük idi. Fərra o da qədim alimlərdəndir. Kisəidən həm yaşda böyük idi, həm ondan daha elmli idi. Amma bununla belə onu daha çox təbcil edib, onu daha çox hörmət edirdi. Və bu da onların, yəni dəlil ki, onlar elm əhli, o insanlar elmi qoruduqlarına görə elm də onları qorudu. Onlar elmi təzim etdiklərinə görə Allah da onların dərəcəsini qaldırdı. Şeyxin gətirdiyi misallardan 9-uncusu Şeyxülislam İbn Teymiyyə rahimehullah haqqındadır. Və Şeyxülislam İbn Teymiyyəni hər kəs tanıyır, onun elmini, mənziləsini hər kəs bilir. Və təbii ki, onun vaxtında, Şeyxülislam İbn Teymiyyənin vaxtında zamanında yaşayan bəzi alimlərlə onun arasında elmi diskussiyalar olur, yəni elmi münazaralar olur, mübahisələr baş verir. Hətta onun haqqında kitablar yazırlar, ondan çəkindirirlər, onu pisləyirlər insanların gözündə salmaq üçün, hətta hakimə şikayət edirlər, həbs elətdirirlər, hər cür ona əziyyət verən insanlar olur. Və bir gün İbn Teymiyyə ədavət bəsləyən insanlardan biri vəfat edir. Vəfat etdiyi zaman bir nəfər sevincə İbn Teymiyyənin yanına gəlir, deyir sənə müjdələr olsun, filan kəs öldü. Yəni bizə demək, gözün aydın filan kəs öldü, canımız qutardı. Bunu eşidəndə, yəni elə bilək ki, İbn Teymiyyə də bunu kimi nədir, sevinəcək, yəni zəif nəfsli insanlar kimi sevinəcək. Və bu onun ölümünə görə, yəni bu yəni ona düşmən olan, ona düşmənçilik edən birinin ölümünə görə sevinç göstərəcək. Və İbn Teymiyyə rahimehullah elmi tərəfdən məsələyə baxır və həmin adamı bu əmələ qadağan edək buyurur ki, subhanallah, sən məni bir müsəlmanın ölümü ilə müjdələyirsən. Və bu əmələ nə Allah razı qalmaz, nə də İslamın və müsəlmanların üzərində haqqı olan biri bu əmələ razı qalmaz. Və bundan sonra İbn Teymiyyə çıxır evindən, həmin alimin evinə gedir, onun ailəsinə, uşaqlarına baş sağlığı verir və deyir, bu gündən sonra sizin atanız mənəm, ata əvəzi mənəm deyir. Nə ehtiyacınız olarsa, məndən istəyin. Subhanallah. Hansı ki, atalar, həmən onların ataları İbn Teymiyyə hansı əziyyətləri verir, dili ilə onunla çəkindirir və s. Lakin öləndə İbn Teymiyyə rahimehullahın göstərdiyi əxlaqa baxın. Sonra şeyx 10-cu misal gətirir və o da Muhammed ibn Sələm və Əbu Hafs el-Fəqih rahimehumullah haqqındadır. İmam Zəhəbi deyir ki, aralarında deyir, elə bir sevgi və qardaşlıq bağları var idi ki, dəhşət bir şey idi, lakin baxmayaraq ki, fiqhi məzhəbləri ayrı-ayrı məzhəbdən idi. Fərqli məzhəblərdən idi fiqhdə, lakin aralarında dostluq və qardaşlıq var idi. Fərqli məzhəbdən, fiqhi məzhəblərdən olmaları onların qardaşlıqlarına mane olmurdu. Və 11-ci misal Süfyan ibn Uyeynə rahimehullahdan gətirir. Süfyan ibn Uyeynə rahimehullahdan bir gün bir məsələ barədə soruşulur. Və həmin məclisdə İbn Vahb da olur. İbn Vahb İmam Məlikin tələbələrindən olubdur. Misirin alimlərindən. Və İbn Uyeynədən sual soruşanda İbn Uyeynə həmən hiss edir ki, məclisdə başqa bir alim var. O zaman sualı ona yönəldir, deyir ki, bu Misir əhlinin, Misir cəmaatının şeyxidir. O bizə İmam Malikdən xəbər verən birisidir. Sualı məndən yox, ondan soruş deyir. Yəni, demir ki, mən duran yerdə niyə başqasından soruşursan? Necə ki, bəziləri eləyir. Mən olan yerdə niyə başqasından sən soruşursan?
Mən olan yerdə niyə başqası namaz qıldırır? Çünki burada ən elmli mənəm, məndən... Yəni, bu, subhana, sələfin sifəti deyil. Sələfin yolu deyil. Sələf-i salih belə etməyib, qardaşlar. Amma onlar, baba biləndə ki, onların məclisində başqa bir alim var, həmən sualdan yayınardılar, sualı ona tərəf yönəldərdilər ki, sualı ondan soruş deyə. Sonra şeyxin gətirdiyi 11-ci misal, böyük ərəb dili alimlərindən olan Əxfəş rahiməhullah haqqındadır. Və o deyir ki, uzun müddət Sibaveyhin yanında elm alıdır. Hazır ki, Sibaveyh ərəb dilinin atası sayılır. Baxmayaraq ki, Əxfəş ondan yaşda daha böyük idi. Özündən yaşda kiçik olanın yanında uzun illər dərs alır. Və onun təvazökarlığına dəlalət edir ki, yəni ki, yaşda böyük olması onun elm almasına mane olmur. Sonra şeyxin gətirdiyi 13-cü misal Vaki bin Cərrah rahiməhullahdır. Vaki bin Cərrah rahiməhullah böyük sələf imamlarındandır. İmam Şafinin də şeyxidir. İmam Şafinin nə idi? Şeyxidir. Və onun haqq hissəsi, necə ki, tarix kitablarında keçir, İmam Vakinin imtihanı olaraq keçir. Və o, sirada məruf olan bir qissədir və qısaca olaraq bir gün bir dənə hədis danışır. Vaki bin Cərrah dərsdə bir hədis danışır ki, Peyğəmbər s.ə.v-in vəfatı ilə bağlı və deyir ki, Rasulullah s.ə.v vəfat etdikdən sonra üzü dəyişdi, halı dəyişdi. Yəni, forması dəyişdi. Bunu eşidəndə dərsdə olan Əhl-i Beytdən olan Məkkəlilər qalxırlar, başlayırlar ona qarşı hücum etməyə və hakim oğlanlarından Əhl-i Beyti bunları ayağa qaldırırlar ki, bunlar Vaki Rasulullah s.ə.və aşağıladı deyə. O hədisi danışır. Və məsələni böyüdürlər, fitnə böyüyür, məsələ qalxır Məkkənin əmrinə, şikayət qalxır ona və Məkkənin əmrinə deyirlər ki, bu adam həbs olunub və başı kəsilməlidir. Və Vaki bin Cərrah həbs olunur, həbsə atılır. Və Məkkənin əmri onun ölümünə fərman verir. Səbəb də nədir? İnsanların dedikodusu, elmsiz olaraq danışması, məsələni böyütməsi. Və bunun həmin vaxtı Sufyan rahiməhullahla Vaki bin Cərrahın arasında bəzi şəxsi söhbətlər olur, narazılıqlar olur. Və bunu eşidəndə Sufyan rahiməhullah həmən Məkkənin əmrinin yanına gəlir. Yəni, demir ki, fürsətdir, aramızda bu qədər narazılıqlar var, fürsətdir, başına kəssinlər, canımız qutarsın. Yox, gəlir Məkkənin əmrinin yanına və başlayır, deyir ki, o insan elmdə, fəzilətdə, insanlar arasında hörmətdə seçilən bir şəxsdir. Əgər sən onu öldürərsənsə, o fitnə yatmayacaq, insanlar buna susmayacaq, böyük fitnələr çıxacaq və başlayır Məkkə əmrindən bu şəkildə danışmağa. Və bu, elə bir fitnəyə səbəb olacaqsan ki, bu fitnə yatmayan fitnə olacaq və başlayır onu qorxutmağa. Məkkə əmrini qorxudur və sonda Allahın fəziləti və sonra da Sufyan rahiməhullahın səbəb olması ilə Məkkə əmri Vaki bin Cərrahı həbsdən azad edir, buraxır. Səbəbkar kim olur onun həbsdən çıxmasına? Arasında nəfsi söhbət olar. Amma bugünkü günü sənlə birinin arasında nəfsi söhbət olar, səni birinci həbsə o saldıracaq. Baxırsan ki, elə birinci ayağını qazan sənin odur. Bu İslam əxlaqı deyil, qardaş. İslam ədəbi deyil. İslam ədəbi onların, sələflərin etdikləri idi. Və sonra şeyxin gətirdiyi 14-cü misal, Talhə rahiməhullah deyir ki, qurralar, qarilər deyir, Həkəm ibn Uteybənin evində yığıldılar, Quran qariləri və icma etdilər ki, insanlar arasında ən qiraətdə ən üstünü olanı Talhə rahiməhullahdır. Talha bunu eşidəndə, bütün qarilər ittifaq edir ki, aramızda Quranın qiraətlərini ən yaxşı bilən Talhadır. Talha bunu eşidəndə, ki, buna xəbər satanda gedir Əməşin yanına,
Süleyman ibn Mihran'la başlayır ona Quran oxumağa, ondan Quran elmi almağa. Ki insanların buna görə özünə ucub gəlməsin, özünə razılıq gəlməsin və insanlar bunu zənn eləməsinlər ki, yox, bilin ki, qardaş, mənim elmə ehtiyacım var, hələ də öyrənirəm. Gedir, baxmayaq ki, insanlar bunu Quran elmində ən elmli sayırlar və gedir Süleyman ibn Mihran'ın yanında həmin gün eşidəndə gedir başlayır elm almağa. Bu da onların təvazökarlığına bir dəlildir. 15-ci misal İsmail ibn Uleyyə rahimehullahdır. O İmam Əhmədin şeyxlərindən sayılır. Bir gün deyir namaz məsciddə olur, iqamə verilir. Deyirlər ki, ey İsmail, məsciddə İmam Əhməd də buradadır. İmam Əhmədin şeyxidir İsmail ibn Uleyyə. Bunu deyəndə müəllimidir İmam Əhmədin. İqamə veriləndə deyir ki, İmam Əhmədə deyin ki, irəli keçib namazı qıldırsın. İrəli keçib tələbəsi haqqında namazı qıldırsın. Çünki o, bizdən namaz qıldırmağa daha haqlı olanımızdır. Demir ki, mən onun müəllimiyəm, mənim tələbəmdir, mən dora-dora, xeyr ola o irəli keçir. Baxın, subhanallah, onların təvazökarlığına baxın. Və 16-cı misal, qardaşlar, İshak rahimehullah İshak ibn Rahavey ilə məsləhət eləyir. Oğlu Əhməd ibn Sələmə barədə ki, o Quteybə ibn Səidin yanına ilm almağa gedir. Oğlum Quteybə ibn Səidin yanına ilm almaq üçün səfərə çıxmaq istəyir. Bu barədə nə deyirsən? İshak ibn Rahavey'ə sual verir. İshak deyir ki, yəni, Quteybə ilə eyni yaşda olan hər ikisi böyük alim olur. Deyir ki, sənin oğlun deyir, məndən ilm aldı, məndən rəvayət elədi. Mən görürəm ki, sən oğluva izin verəsən, geçsin indi də Quteybənin yanında ilm alsın. Çünki elə elmlər var ki, bizim bilmədiyimiz nə qədər hədislər var ki, onu Quteybə bin Səid bilir. Demədi ki, mənim tələbəmdir, hara göndərirsən bunu? Qoy qalsın. Çünki bu bir kəlmə desə ki, qoy qalsın, atası göndərən deyildi. Amma deyir ki, yox, artıq məndən elm alıb, o indi bizim bilmədiyimiz elmləri də gedib Quteybə bin Səidin yanında ondan alsın. Baxın, bunların təvazökarlığına, həsəddən nə qədər uzaq olmağına bunlar dəlildir. Və 17-ci misal daha doğrusu İmam Əhməd haqqındadır. Yenə İshak ibn Rahavey deyir ki, o İmam Əhməd İshak ibn Rahaveyi zikr edir və onu tərifləyir. Və deyir ki, Xorasana gələn körpünü İshak kimisi keçməmişdir. Yəni İshak kimi birisi Xorasana gəlməmişdir. İshak ibn Rahavey kimisi. Bunu kim deyir? İmam Əhməd deyir. Baxmayaraq ki, çox məsələlərdə o bizə müxalifdir. Çox məsələlərdə bizə müxalifdir. Çünki insanlar da deyir, bir-birinə ixtilaf edirlər. İnsanlar öz arasında ixtilaf ola bilər deyir. İmam Əhməd subhanallah. Arasında olan ixtilafa rağmen onun fəzilətini inkar etmir, onun dərəcəsini bəyan edir. 18-ci misal Sufyan rahimehullah deyirlər ki, İmam Malik filan hədis barədə müxalif olur. Ər-racülən iki nədir? İmamdır. Sufyan rahimehullah deyir ki, mən hara, İmam Malik hara? Siz kimsiniz ki, yəni İmam Malik kimi bir alimi məndən soruşursunuz. Baxmayaq ki, Sufyan rahimehullah özü də elmdə kim idi, hansı mənzilə sahibi idi. Amma bunu təvazökarlığından deyir ki, mən kiməm ki, siz İmam Maliki məndən soruşursunuz. Və sonuncu misalda, şeyxin gətirdiyi sonuncu misalda müasirlərdən gətirir. O da Şeyx Albani rahimehullahla Şeyx Hamud Tuveycir rahimehullah arasında olan ixtilaflı məsələlər, hətta bir-birinə rədd yazıblar ki, alim. Bu hər iki alim, yəni əsrimizin, keçən 20-ci əsrin böyük alimləridir. Şeyx Albani, əlhamdülillah, tanımayan yoxdur. Hədis elminə xidmətindən, sünniyə xidmətindən, hər kəs onun bilir mənziləsini. Və Şeyx Hamud Tuveycir də Saudiyanın böyük alimlərindən idi. Və onların arasında çox bir-birinə rəddlər olur. Məsələn, təravih namazının rükətləri məsələsində, sonra qadının niqabın hökmü məsələsində və namaz qılmayan hökmü məsələsində və s. məsələlərdə, yəni hətta Şeyx Albani kitablar yazır, onlara cavab olaraq onlar Şeyx Albani rədd verirlər. Yəni bu, yəni aralarında
güclü ixtilaflar olur bu məsələlərdə. Və bir gün Şeyx Albani rahimehullah 1410-cu ildə, yəni təxminən 37 il bundan öncə Şeyx Albani rahimehullah Riyad şəhərinə gəlir və bir məclisdə olur, bir şeyxlərdən birinin toy məclisi olur və orada Şeyx Hamud Tuveycir rahimehullahla rastlaşırlar. Şeyx Hamud Tuveycir rahimehullahla rastlaşırlar və şeyx qalxır ona və Şeyx Albanini evinə dəvət edir. Onu ziyarət etməyə dəvət edir və Şeyx Albani də onun dəvətini qəbul edir və Şeyx Hamud Tuveycirini sabahı gün evində ziyarət edir. Və deyir, şeyxin oğlu Hamud Tuveycirin oğlu deyir ki, o məclis başqa bir məclis idi, yəni. Ki, orada hansı bir-birinə necə də ehtiram edirdilər, necə hörmət edirdilər. Baxmayaraq, bir-birinə kitablar yazıblar bir-birinin haqqında. Rəddlər veriblər, elmi rəddlər veriblər. Lakin, elm bir məclisdə deyir, bir-birinə necə də ehtiram edirdi. Və deyir, şeyx deyir ki, Şeyx Hamud Tuveyciri oturtdu, deyir, başda Şeyx Albanini, ona deyir, öz əlinlə deyib, öz əli ilə başladı ona yeməyinə, xidmət eləməyə. Və müsafirlik bitdikdən sonra da deyir, düz maşına qədər Şeyx Albaniyə nədir? Yanı ilə gedib, maşına minənə qədər ona yoldaşlıq elədi. Baxmayaraq ki, aralarında elmi diskussiyalar var idi. Alimlərin bir-birinə olan hörməti budur. Amma bugünkü günü səni görür, salam vermir. Üzünü çevirib gedir. Bir xristiyanı görəndə ona salam verir. Və yaxud bir dindən uzaq olan bir dinsizi görəndə salam verir. Amma sənə salam vermir. Sonra deyir, bu mənhəcdir. Və sənlə onun arasında hər hansı bir Əhl-i Sünnənin usulları məsələsində bir ixtilaf yox. Əhl-i Sünnənin usuluna müxalif bir söz deməmisən. Nədir? Onun havasına uymamışsan deyə sənlə salamı kəsir və insanlara sənlə salamı kəsməyə əmr edir. Vallahi bu, sələfin əxlaqından deyil. Allah Azze ve Celle'den istəyirəm ki, bizi sələf-i salihin yolunda eləsin, onların yoluna ta haqqı ilə tabi olanlardan eləsin. Subhanəkallahum bihamdik, şədən də estağfurullah və etûbü ileyk.